Əziz izləyicilər, tarixən yaşayış ərazisinin əhalisini işlə təminatı üçün ərazidə idarə, müəssisə, təşkilat fəaliyyət göstərir. Son illər möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə təyin olunan rayon rəhbəri öz komandası ilə birlikdə sülaləsini də ardınca sürüyor. Hətta nazirliklərin təyin etdikləri rəhbərlər də bu qayda ilə gedirlər. Masallı rayon Dövlət Yol Polis Bölməsinin rəisi Asəf Mustafayev ağını çıxarıb. Gəldikdən sonra bölməni Cəllabadın filialına çevirib. İşlədiyi bir neçə ildə Masallıda 4-5 tam təmirli fərdi ev alıb. Digər rayonlardakı evlərini də təmir etdirib. Gətirdikləri əməkdaşların mülkləri də az deyil. Təəccüblüdür ki, bu əməkdaşların orta məktəb atestatındakı qiymətlərin əksəriyyəti kafidir. Asəfin rəhbərliyi ilə əməkdaşlar rayon əhalisinə qan utdururlar. Reydlər zamanı Mustafayev sərxoş olur. Bütün yol hərəkət iştirakçılarını alçaldıb təhqir edir. Hətta əxlaqsızlığı və digər hərəkətləri barədə sosial şəbəkədə tez-tez işıqlanır. Su Ehtiyatları Agentliyi Masallı şöbəsinin müdiri Akif Həmidov da şöbəni Lənkəranın filialına çevirib. Aparat işçilərin Lənkərandan uyğun olmayan ixtisasa malik insanları və fəhlələri cəlb edib. 20-dən 25-ə qədər ilin təcrübəli işçilərini qovub. Masallı rayon rəhbəri təyinatı ilə birlikdə Zamik Kazımovu sürücü gətirib. O əvvəl qardaşı Ramini gətirdi. Sonra Cəllabad rayonundan Rəşid adlı birini gətirdi. Rəşid bütün nəslinin maşınlarını Masallıda pulsuz yuduzdururdu. Rəşid rəhbərliyin hansısa Masallıda işləyən qohumunun ağzını partladıb, qana buladığına görə bu yaxınlarda Kazımov onu yola saldı. Zamik Kazımov hətta tikinti memarlıq şöbəsinə rəhbərlik edirdi. Deyirlər indi ancaq sürücülük edir. O rayon rəhbərinin deyirlər bacısı yeznəsidir. Heydər Əliyev Parkının ərazisini Ağsaqqallar klubu ilə birlikdə verib qardaşı Raminə. Deyirlər Ramin bəy işçiləri kənardan gətirib. Zamik Kazımovun əlaltıları, yeni pul yığanları yaşıllaşdırmanın rəhbəri Elvin Ağayev. Masallı elektronikanın rəhbəri Ruslan Baxışov. Makler Elnur onu prezidentdən də güclü sərkərdə kimi sırıyırlar Masallı cəmaatına. Bu müqayisəyə görə yerə girəsiz. Ancaq Zamigin kəsdiyi başa sorğu yoxdur. Kazımovun bacısı Əri Bağır Tağızadə, Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin rəisi təyin olunub. Birliyin aparatında 10 nəfərə yaxın qohumu gözə dəyir. Verilən məlumata görə isə adları işdə olan, özləri görünməyənlər də var. Hətta Zamigin qardaşı Ramin Kazımovun da adı gözə görünməyən siyahıdadır. Bağır Tağızadənin bacısı Əri Mansur AZ 44AA103 dövlət nömrə nişanlı xidməti maşını idarə edir. Göründüyü kimi bacı şəcərəsi Masallıda tuğyan edir. Təəccüblüdür ki, Kamxoz deyilən bu təşkilatda ixtisarlar ancaq süpürgəçi və fəhlələrə aiddir. Aparat işçilərinə yox, əmək haqqı artımı onlara aiddir. Ölkə başçısına müraciət edirik. 230 minlik əhali harda iş yeri tapsın? Yəni 230 min əhalinin içində mütəxəssis yoxdurmu? Qısa müddətdə bu problemlər hər bir rayonda var. Ancaq cənab prezident problemi həll edə bilər.